Azərbaycan Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının üzvü, Olimpiya mükafatçısı, Dünya Avropa çempionu Rəsul Çunayev vaxtaşırı dəfələrlə olub ki, Ayşə Güləş məktəbinə gələrək öz təcrübəsini Ayşə güləşçiləri ilə bölüşür. Ayşə adamına cavab olaraq Rəsul müəllimi öz təşkilatına və Beynəlxalq İdman Mətbuatı Assosiasiyasına üzv elədi və həmin üzvlük kartı mən Rəsul müəllimə təqdim edirəm, təbrik edirəm. Təşəkkür edirəm. Çox sağ ol. Yaxından bu biz tərəfi də. Dünyanın 167 ölkəsinin üzv olduğu təşkilatdır. Biz Rəsul müəllimi öz təşkilatımızda görməkdən məmnun duyuruq. Hesab edirəm ki, o bundan sonra da öz bacarığın, təcrübəsinin, biliyin, töhfəsinin idman jurnalistikası sahəsinə də verəcəkdir. Təşəkkür edirəm müəllim, Allah razı olsun. Şəkilimiz də çəkilmiş. Şərəfdir. Mən canla başla çalışıram ki, ölkəmizin idmanı, idman mətbuatı və digər sahələrdə harada ki yararlı ola bilərəm, harada ki mənə etimad var, diqqət var, sonra təklif var, mən bütün təkliflərə açıram. Canla başla vətənimiz, dövlətimiz üçün, cənab prezidentimiz üçün bütün sahələrdə inkişafı üçün əlimdən gələcəyini edirəm və edəcəm. Təşəkkür edirəm. İnşallah, uğurlar. Sağ olun. Sağ olun. Bir daha. Sağ olun.